Deməli, məsələnin şərti belədir ki, ilanın yumurtağının çoxlanma zonasına daxil olan MN genotipli 3 ilkin hüceyrə 2 dəfə bölünmə keçiribdir. Mən nə demişəm? 2-yə vuraraqdan başlayırıq. 3 səfər 2 6, 6-nı 2 vurursuz 12. Deməli 12 hüceyrə əmələ gəlibdir. Deyir, əmələ gələn hüceyrələr, bütün hüceyrələr yetişmə zonasına daxil olubdur. Yəni 12 hüceyrənin hamısı yetişmə zonasına daxil olubdur. Siz bilirsiniz ki, bu 12 hüceyrənin hamısı yetişmə zonasına daxil olubsa, bir hüceyrədən 4 dənə hüceyrə əmələ gəlir ki, bunun biri qametə, 3-ü yönəlici cisimciyə çevrilir. Düzdür? Deməli, 12-si daxil olubsa, 12-si vuracam 4-ə, 48 hüceyrə əmələ gəlibdir məndə. Düzdürmü? 48 hüceyrə əmələ gəlibdir. Və siz bilirsiniz ki, 12-si daxil olubsa, bunun 12-si qametdir. Yerdə nə qədər qalır? 48-dən 12-sini çıxanda 36-sı da yönəlici cisimciy olacaq. Düzdürmü? 11 hüceyrə daxilində bunun biri qametə çevrilir, onun 3 dəfə çox yönəlici cisimciy əmələ gəlir. Deməli, 12-si daxil olubsa 12 qamet, 3 dəfə çox 36 yönəlici cisimciy əmələ gələcək. Düzdürmü? Yəni, burada vəziyyət belə olacaq ki, 12-si qametdir, düzdür? 12, 12, 12 də yönəlici cisimciklərimizdir. Yəni 36. Bu tərəfdə sizin qametinizdir. Və bizdə diheterozigot fərdlər verilibdir. Diheterozigot. Siz bilirsiniz ki, genlər ilişikli olmadığı təqdirdə 4 tip qamet verəcək. Böyük M, böyük N, böyük M, kiçik N, burada balaca M. Kiçik M, böyük N və kiçik M, kiçik N genotipli qametlər verəcək sizə. Düzdürmü? 4 tip qametimiz var. Və mənə nə deyir? Deyir ki, əmələ gələn böyük M, böyük N genotipli qametin sayı digər qametlərin hər birinin sayının 3 dəfə çox olarsa. Deməli, mənim 12 qametim var. Düzdür? Bu 12 qametin deyir ki, əmələ gələn böyük M, böyük N genotipli qametin sayı digərlərinin hər birindən 3 dəfə çox olarsa. Deməli, bu 6 dənəsi böyük M, böyük N'dir. Deməli, yerdə qalır nə qədər? 2, 2, 2. Bu olacaq böyük M, kiçik N, kiçik M, böyük N, kiçik M, kiçik N. Toplayanda 6, 8, 10, 12. Bu mənim qamet hissəmdir. Düzdür? 12 dənə qametimdir. Şərtdə nədir? Deyir, böyük M, böyük N genotipli qamet digər qametlərdən 3 dəfə çoxdur. Doğrudan elə də 6 hər birindən 3 dəfə çoxdur. Düzdür? Mənim nə qədər yönəlici cisimciyim oldu? 36 deməli yönəlici cisimciyim oldu burada. Düzdür? Və mənə nəyə soruşur ümumiyyətlə? Neçə yönəlici cisimcik böyük M, kiçik N genotipli olar? İndi baxın, burada paylananda 12 hüceyrə, qamet demirəm, 12 hüceyrə böyük M, böyük N, yəni deyəcəm, 12-si böyük M, kiçik N, 12-si kiçik M, böyük N, 12-si kiçik M, kiçik N genotiplidir. Bura görə. Yəni, əmələ gələn 48 hüceyrənin 12, 12, 12 paylanacaq da. 12, 12, 12, 12. Düzdür? Toplam 48 versin mənə. Yəni, 12 hüceyrəyə böyük M, böyük N genotiplidir. 12-si belə, 12-si belə, 12-si belə. İndi mən təzən qaydıram bura. Bax, bura. İndi məndən nəyi soruşur? Neçə yönəlici cisimcik böyük M, kiçik N genotipli olar? Böyük M, kiçik N genotipli olar deyə soruşur məndən. Əgər yönəlici cisimcik soruşur, mənim əlimdə nə qədər yönəlici cisimcik var? 36 yönəlici cisimcik var. Düzdür? Və mənə lazımdır böyük M, kiçik N genotipli yönəlici cisimciklərin sayı. Əgər əmələ gələn 12 hüceyrənin
Bax, 12 hüceyrə böyük M, kiçik N genotiplidir. 12 hüceyrə. Ki, mən də tapdım ki, bu 12 hüceyrədən ikisi böyük M, kiçik N genotipli qametdir. Bunu bayaq şərtə görə təyin elədim. Yəni, bu böyük M, kiçik N genotipli 12 hüceyrədən burada tapdım ki, ikisi qametdir. Deməli, ikisi qametdirsə, yerdən neçə dənə hüceyrə qalır yönəldici cisimciyin payına bu genotipli? 10 dənə hüceyrə böyük M, kiçik N genotipli qametlərin sayına düşür.